Bugün İslam kəlməsi dünyanın dörd bir tərəfində danışılır, müzakirə olunur. Yaxşı və pis mənada İslam kəlməsi dünyanın gündəmində oturmuşdur və hər kəs İslamdan danışır. Bu, Qur'anın zəfəridir, bu, İslamın zəfəridir və gedişat onu göstərir ki, bundan sonra da İslam kəlməsi dünyanın gündəmində hələ çox oturacaqdır və çox səslənəcəkdir inşallah. Allah Teala İslamı həyatın hər bir mərhələsində hakim qılmaq üçün müsəlmanlara güc və qüvvət versin. Əziz qardaşlar, diqqət etmişsinizsə, terror kəlməsinin əvvəlində heç bir kəlmə işlənmirdi. Terror bir mənalı olaraq qəbul olunurdu. Yəni, terrorun dini olmaz, terrorun vətəni olmaz, irqi olmaz, milləti olmaz. Lakin nədənsə bugün terrorla İslam kəlməsini eyniləşdirməyə çalışırlar. Hansı ki, İslam kəlməsinin kökü silmdən gəlir və əmin-əmanlıq, sülh mənalarına gəlir. Buna baxmayaraq, İslamla terroru eyniləşdirməyə çalışırlar. Qur'an-ı Kərimin 113 surəsi Bismillahirrahmanirrahim ilə başlayır. Bu onu göstərir ki, İslam dininin şəfqət və mərhəmət İslam dininin əsasını, təməlini təşkil edir. Lakin buna baxmayaraq, İslamla terroru eyniləşdirməyə, yanaşı işlətməyə çalışırlar. İslami terror deyərək, İslamı gözdən salmağa çalışırlar. Əlbəttə ki, bu propagandanın bir məqsədi vardır. Gündən-günə inkişaf edən İslamın qarşısını almaq, onu zəiflətmək, hətta onu yox etməkdir məqsəd. Doğrudur, bir çox terror hadisələrində müsəlmanların da iştirakını görürük. Lakin bu demək deyildir ki, İslam dini terror dinidir. İslami terror deyə bilmərik heç bir zaman. Məsələn, bir oğurluq hadisəsi baş vermişdirsə və oradan bir müsəlman iştirak etmişdirsə, biz necə İslami oğurluq deyə bilərik? Hansı ki, İslamda oğurluğun cəzasının necə şiddətli olduğunu yaxşı bilirik. Demək ki, məqsəd bu propaganda İslamı gözdən salmaq, onun inkişafını durdurmaqdır əsas məqsəd. Bəs terror kəlməsi nə mənaya gəlir? Görək, terror deyərkən nə başa düşülür? Terror bir cəmiyyətdə insanların birliyini, bərabərliyini, mal güvənliyini, can güvənliyini təhdid altında tutmaq, haqlı, haqsız, qoca, qadın, körpə demədən hər kəsi qətlə yetirmək deməkdir. Belə olduğu halda İslamla terroru necə eyniləşdirə bilərik? Bu necə də ədalətlidir? İşinizə yaradıqda terror təşkilatlarına bəraət qazandırırsınız, onlara silahla təmin edirsiniz. İşinizə yaradıqda isə İslamı terror dini kimi təqdim etməyə çalışırsınız. Media vasitələri əllərində ən güclü media vasitələrini ələ alaraq, satın alaraq terror təşkilatlarına silah verirlər, onları silahla təchiz edirlər. Dünyada nə qədər hadisələr baş verir, körpələr öldürülür, qadınlar, qocalar öldürülür. Bir millət yer üzərindən silinməyə çalışır, amma dünya bu hadisələrə göz yumur. Nə üçün? Çünki media vasitələri İslamı terror dini kimi təqdim edir. Əsl terror təşkilatlarını isə onlara bəraət qazandırmağa çalışırlar. Və bu media o qədər güclü inkişaf edib ki, bugün bizim məmləkətdə belə, bizim yaşadığımız bölgədə belə şəxsən özümün eşitdiyi kəlmələrdir. Quran oxunmasın, terror olmasın deyən insanlara rast gəlmişik. Sübhanallah. Quran oxunmasın deyən kimsə, məgər Quranda baxmırmı ki, əl-fitnətu əşəddu minəl-qatil buyurulur. Fitnə ölümdən də beş betərdir, ölümdən də bitərdir. Yəni, cəmiyyətin sabitliyini pozan hər bir şey pislənir İslamda. Lənətlənir İslamda. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, ey möminlər, sizdən heç biriniz zülm olunan bir yerdə durmasın. Kim zülmə göz yumarsa, ona seyredici qalarsa, o insanların üzərinə durmadan, ərş-i aladan lənət yağar. Demək ki, İslam deyir ki, bu cür o
zülm olunan, insanlara işgəncə olunan, terror olan bölgələrdə Allahın lənəti vardır. Və bu terror kimi hadisələrə qarşı mübarizə aparmağımızı, susqun qalmamağımızı istəyir. İslam bunu təlim edir insanlara. Demək ki, o bölgələrdə insanlar səhərdən axşama kimi zikr çəksələr də, namaz qılsalar da, dua etsələr də, bu duaların heç bir ərşə Allaha qalxmaz. Bu bölgələr daim lənət yağar. İslam terrora qarşı bu cür mübarizə təqdim edir, dəyərli qardaşlar. Allah Teala Bəqərə surəsinin 190-cı ayəsində buyurur ki, xütbəmin girişində oxuduğum ayədir. Və qatilu fi səbilillahiləzīnə yuqatilunakum. Sizinlə vuruşanlara qarşı siz də vuruşun. Və la ta'tadu. Lakin həddinizi aşmayın. İnnallaha la yuhibbul mu'tadin. Şübhəsiz ki, Allah Teala həddi aşanları sevməz. Demək ki, əziz qardaşlar, diqqət etdinizsə, Allah Teala nə zaman vuruşmaq əmr edir? Sizə qarşı vuruşarlarsa. Demək ki, İslamdakı vuruşma əmri müdafiə xarakterlidir. Yəni, işğal xarakterli deyildir. Və Allah Teala bizə döyüşərkən də döyüşün ədəbini öyrədir. Və la ta'tadu. Lakin həddinizi aşmayın. Yəni, baxmayaraq ki, qarşıda düşmən vardır. Düşmən sizə qarşı döyüşür və sizi öldürməyə gəlmişdir. Lakin siz onların etdiyi kimi zülm edərək, işgəncə verərək öldürməyin. Bədəninin bəzi yerlərini kəsərək, belə bu şəkildə işgəncə ilə öldürməyin. Bu həddi aşmadır. İnnallaha la yuhibbul mu'tadin. Şübhəsiz ki, Allah Teala həddi aşanları, bu cür davrananları sevməz buyurur. İslam bunu təlim edir bizlərə, dəyərli qardaşlar. Odur ki, İslamla terroru necə eyniləşdirmək olar? Bu necə insafa sığan hərəkətdir? Diqqətinizi Həc surəsinin 40-cı ayəsinə yönləndirmək istəyirəm, dəyərli qardaşlar. Allah Teala ayədə buyurur ki, əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, Allahın adı çox-çox zikr olunan manastırlar, sinagoglar, kilsələr, məscidlər məhv olub gedərdi. Diqqət edin, qardaşlar. Demək ki, əgər bir yerdə Allah Teala insanlara döyüş əmrini verməzdirsə, müsəlmanlara döyüş əmrini verməzdirsə, yəni müsəlmanlar müdafiəsiz buraxılsaydı, səni vursalar da sən dinmə deyilsəydi, o zaman Allah nə buyurur? Bu cür ibadət ocaqları məhv olardı. Ayəni əksinə, tərsindən oxusaq, Allahın adı çox-çox zikr olunan manastırlar, sinagoglar, kilsələr, məscidlər dağıdılmasın deyə Allah Teala döyüş əmrini vermişdir. Demək ki, İslamdakı döyüş əmri bu cür ibadət ocaqlarının eyni zamanda dağıdılmaması üçündür. Diqqət etdinizsə, Allah Teala sadəcə məscidləri qeyd etmədi. Burada kilsələr, manastırlar, sinagoglar qeyd olundu. Demək ki, heç bir din insanlara ədalətsizliyi, nifrəti, zülmü təlqin etmir. Əksinə, ədaləti, mehribanlığı, birliyi, bərabərliyi təlqin edir. Təbii ki, İslamın o dinlərə yanaşması fərqlidir. Allahın qiyamətdə onlara verəcəyi cəza başqa bir şeydir. Amma cəmiyyətin sabitliyini qorumaqdan ötürü ibadətgahlara toxunmamaq əmr edir Allah Teala. Bunun sələfdə nümunələri də vardır. Təfsirdə, əziz qardaşlar, ən mötəbər təfsirlərə baxsaq, İbn Kəsir, Təbəri və digər mötəbər təfsirlərimizə baxsaq, eyni şeylər söylənir. Həzrəti Ömər radiyallahu anh Qüdsün fəthi zamanı kilsələri məscidə çevirmək istəyənlərə qarşı çıxmışdır, buna izin verməmişdir. Baxın, İslamın humanizm anlayışı, bu da müasir dövrün humanizm anlayışı. Allah Teala ayədə dedik ki, sizə qarşı, vuruşanlara qarşı siz də vuruşun buyurdu. Sonra Allah Teala ayənin davamında buyurur ki, kim Allaha yardım edərsə, mütləq Allah ona da yardım edər. Yəni, kim Allahın dininin yüksəlməsi üçün çalışarsa, Allah mütləq ona yardım edəcəkdir. Bəs Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin də birbaşa iştirak etdiyi müharibələr vardır. Bəzi müharibələrdə müsəlmanlar müzəffər olmamışlar, əksinə məğlub olmuşdular. Bəs bunu necə başa düşə bilərik? Bunu elə Quran-ı Kərim yenə bizə izah edir, dəyərli qardaşlar.
Ali İmran surəsinin 152-ci ayəsindən etibarən, məsələn, biz bilirik ki, Uhud döyüşü və eyni zamanda Hüneyn döyüşündə müsəlmanlar məğlub olmuşlar. Bu ayələrdə bizlərə müsəlmanlar çox üzülmüşlər, çox kədərlənmişlər. Hətta bəziləri münafiqlərə belə meyl etmə cəhdlərinə düşmüşlər. Həmçinin Hüneyn savaşında da Allah Teala Hüneyn savaşında da yeryüzü genişliyinə rəğmən sizə dar gəlməyə başladı buyurur. Bəs necə oldu ki, Peyğəmbərin belə iştirak etdiyi döyüşdə müsəlmanlar zəfər əldə edə bilmədilər. Allahın vədi yerinə gəlmədi. Allah ayədə nə buyurur? Mütləq Allah yardım edər deyir. Demək ki, bu yardımın gəlməsi üçün bəzi şərtlərin yerinə gəlməsi lazımdır. O şərtlər yerinə gəlməzsə, Allahın da yardımı gəlməz. Əgər o şərtlər yerinə gələrsə, kafir belə olsa Allah onu müvəffəq edər. Məsələn, Uhudda qayda pozuntusu nədən ibarət oldu? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem oxçulara tapşırmışdır ki, bu mövqeyinizi əsla tərk etməyin, nə olursa olsun mövqeyinizi tərk etməyin. Amma buna baxmayaraq, onlar nəfsə uydular, qənimət dağıcan getdilər və beləliklə məğlubiyyətə uğradılar. Hüneyndə də eyni şeylər baş verdi. Hüneyndə insanlar nəyə güvəndilər? Saylarının çoxluğuna. Ayədə Allah Teala buyurur ki, o zaman çoxluğunuz xoşunuza gəlmiş, lakin bu sizə heç bir fayda verməmişdir. Həqiqətən də Hüneyn savaşına qədər, o savaşda olduğu qədər müsəlmanların çoxluğu olmamışdır. Onlarda bir arxayınçılıq yaranmışdır. Demək ki, əziz qardaşlar, əgər müsəlmanlar Allah və Rasulunun qoyduğu qayda qanunla getməyəcəksə, nəfslərinə tabi olacaqlarsa və biraz da arxayınçılıq hissi yaşandığı zaman heç bir zaman qalibiyyət gözləmək əvəzdir. Bu şərtlər yerinə gəldiyi zaman isə Allah Teala qiyamətə qədər vəd edir ki, Allah qullarına yardım edəcəkdir. Bugün İslam deyərkən terror yada düşürsə, bugün müsəlmanlar əhli küfrün qarşısında zəlil vəziyyətdədirsə, gücsüz vəziyyətdədirsə, bunun başlıca səbəbi elə müsəlmanlar da qardaşlar. Əhli küfür durmadan inkişaf edir, durmadan elmini artırır, amma hələ müsəlman ölkələri birliyi, bərabərliyi əldə edə bilməmişlər. Eyni məscidi bölüşdüyümüz halda hələ o kinli baxışlar, hələ bir-birinə qarşı olan nifrət hissləri hələ aramızdan qalxıb getməmişdir. O birliyi necə əldə edə bilərik? Allah Teala birliyi, bərabərliyimizi artırsın, dəyərli qardaşlar. Allah Teala İslamı dünyaya hakim qılma nöqtəsində müsəlmanlara güc və qüvvət versin, birliyimizi, bərabərliyimizi artırsın. Amin.